İslam dini məhəbbət və əxlaq üzərində qurulan çox möhtəşəm bir dindir. Dinimiz olan İslam dinində əxlaqi mövzulara çox yer ayrılmışdır. Əziz İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin dövründə olan bir hadisəni inşallah siz əzizlərin xidmətinə çatdırıram. Həmin dövrlərdə İslam dini yeni yayılırdı, yeni nəşr olunurdu. Təbliği yeni başlanmışdı. O zaman Peyğəmbərə iman gətirən bir neçə nəfər Peyğəmbərin icazəsi olmadan, Peyğəmbərin xəbəri olmadan bir Məsihini yaxalayıb ona güclə İslam dinini qəbul etməsini söyləyirdilər. Bu zaman Peyğəmbər bu məsələdən xəbər tutduğu an tez özünü həmin o yerə çatdırdı. Gördü ki, doğrudan da bunlar həmin bu Məsihiyə işgəncə edirlər ki, sən İslam dinini qəbul et. Peyğəmbər bu hadisəni gördükdən sonra əmr etdi ki, həmin Məsihini sərbəst buraxsınlar, onu azad etsinlər. Məsihi Peyğəmbərin gördüyü bu iş müqabilində çox təəccüb elədi. Həzrət Peyğəmbərə yaxınlaşıb ona sual etdi. Ya Muhammed, az öncə sən həmin bu iman gətirənlərə əmr etdin ki, məni sərbəst buraxsınlar. Bunun səbəbini sizdən öyrənmək olarmı? Peyğəmbər təbəssüm edərək həmin bu Məsihiyə bu cür cavab verdi. Dedi, az öncə məni yaradan Rəbbim Cəbrailin vasitəsilə mənə bir xəbər çatdırdı və mənə dedi ki, ya Muhammed, sənə iman gətirənlər bir Məsihini yaxalayıb ona filan yerdə işgəncə edirlər və ona zorla İslam dinini qəbul etməsini söyləyirlər. Get, həmin o Məsihini o iman gətirənlərin əlindən qurtar və bunun səbəbini səndən soruşanda da bu cür cavab ver. De ki, mənim Rəbbim söylədi ki, həmin o Məsihi çox gözəl əxlaqa malikdir. Onun çox gözəl əxlaqı var. Bu Məsihi Peyğəmbərin bu cavabını eşitdikdən sonra onun qəlbində İslama doğru bir isinmə baş verir. Sanki bir filizdir, həmin o filiz, o toxum onun qəlbində göyərir və Peyğəmbərə təzədən sual edir, özü də gözləri dolaraq, gözləri yaşlanaraq. Deyir ki, ya Muhammed, doğrudan da mı sənin Rəbbin sənə bu cür dedi? Peyğəmbər orada and içir, deyir, and olsun o Allaha ki, mənim nəfsim onun əlindədir. Az öncə Cəbrailin vasitəsilə bu xəbəri mənə çatdırdı. Dedi ki, sən çox gözəl əxlaqa malik olduğuna görə səni bu iman gətirənlərin əlindən nicat verin. Həmin bu Məsihi ağlayaraq Peyğəmbərə bu cür deyir. Deyir, sənin Rəbbin ki, mənim əxlaqımı bu cür gözəl şəkildə dəyərləndiribsə, deməli o həqiqi Allahdır və ona iman gətirmək mənə vacibdir. Və bu zaman Peyğəmbərə iman gətirir və Peyğəmbərin Rəbbinə, yəni Allaha da həmin Məsihi iman gətirir. Baxın əzizlər, İslam dini ona görə həm məhəbbət, həm də əxlaq üzərində qurulan bir din.